Səndən başqasıyla danışırmı, görüşürmü, münasibəti varmı? Çox tez-tez bu sualları verirsiniz. Çalışacağam tez bazar açılım eləyim və nəzərinizə çatdırım ki, bu kollektiv açılımdır. Yəni münasibətdə olduğunuz insan bu üçlü münasibətdirsə də, yəni onun həyatında başqa ailəsi falan varsa da, onu da öz fikrinizdə tutun. Yəni mən sadəcə bu sualı verirəm ki, səndən başqa danışdığı biri varmı? Yəni evlidirsə səndən ailəsindən başqa, deyilsə də səndən başqa danışdığı biri varmı? Gəl buna baxaq. Hazırda münasibətiniz hansı enerjidə, fikrindəki insanla? Münasibəti səninlə davam etdirmək istəyirmi? Başqasına marağı varmı? Və başqasıyla danışırmı? Səninlə münasibətiniz hansı enerjidədir? Hazırda baxaq. Səninlə münasibətiniz üçlü bir ilişki olduğunu görürəm əksəriyyətinizdə. Yəni ola bilsin ki, fikrindəki insanın stabil münasibətdə olduğu bir insan var, sənin də bundan xəbərin var. Hazırda münasibətiniz stabil gedir, gizli bir ilişkidən gedir söhbət. Hazırda davalı falan bir əlaqə yoxdur burada, belə deyim. Səninlə davam etmək istəyir münasibətini. Amma bu insan sənə qarşı biraz soyuq davranır. Sənə qarşı biraz incik davranır. Davam etmək istəyirmi? Səninlə münasibətə stabil olaraq baxır. Stabil baxır. Amma bu dəqiqə özü biraz geri çəkilibdir və hər nədirsə, belə deyim də, yəni davam etmək istəyirmi, davam etməyi düşünürmü? Etməyi düşünür ya, amma yəni bir gəl bir get enerjidədir. Yəni bu insan bu münasibəti, yəni necədir? Daha irəli bir etapa qaldırmaq fikri yoxdur. Yəni olduğu kimi davam etmək. Belə bir şeydir. Sən də stabil olaraq bunu olduğu kimi qəbul eləmirsən. Fikrində başqası varmı? Başqasına marağı varmı? Əslində bu insan elə bir işdir, elə bir cəmiyyətdir, elə bir belə deyim də əhatəsi var ki, daima ətrafında əks cinslər olur və daima onun ətrafında dolaşırlar. Daima nə bilim ona gedir, hardasa tutaq ki, oturur ona addım atırlar. Hər nədirsə, yəni ətrafında daima olur insanlar. Marağı varmı bunun? Marağı varmı? Bəs əks digərlərinə, səndən başqa digərlərinə. Amma elə bir marağı yoxdur bu insanın. Bu insan özünü qoruyucu davranır. Yəni buna sallaşırlar. Belə deyim, konkret olaraq bunun ətəyindən sallaşmağa çalışan çox insanlar var. Bunun onlara marağı varmı? Bu onlarla maraqlanırmı? Yox, bu onlarla maraqlanmır. Həmçinin güvənmir. Həmçinin biraz da elə bil ki, sənlə əlaqədar, yəni sən bilərsən, sən hiss eləyərsən və yaxud da ki, nə isə olar deyə, yəni bu insan istəmir. Özü də istəmir. Həmçinin hətta kiçik bir maraq, kiçik bir danışıq olsa belə sabah sən bunu bilsən, ilişkiniz bitərdi. Yəni istəmir. Sadəcə olaraq, konkret olaraq, yəni marağı yoxdur, belə deyək sənə. Okay. Səndən başqa danışdığı biri varmı bu insanın? Burada evli bir insan gəldi zaten ailəsindən, səndən və ailəsindən başqa. Okay. Danışdığı biri varmı? Görüşdüyü biri varmı səndən başqa? Yox, səndən başqa danışdığı, görüşdüyü biri yoxdur. Keçmişdən bir insan var ki, ondan əl çəkmir və daima elə bil ki, keçmişdə səndən əvvəl tutaq ki, əlaqədə olduğu kimlərdənsə daima ona qarşı addımlar olur. Ona addımlar olur, addım atmaq istəyirlər. Amma bu insan danışmır, yəni danışmaq istəmir və bütün marağı itibdir. Bu qədər. Baxın, bəs səndən başqa olacaqmı, yəni yenə də sən ola yenə də başqasına marağı olacaqmı? Marağı olacaqmı? Yox, görmürəm. Yəni bu insan belə kənardan bəlkə də sən bunu necə söz ustası olaraq görə bilərsən, nə bilim görə bilərsən, düşünə bilərsən ki, ay birdən ona baxar, buna baxar, amma xarakter olaraq elə biri deyil. Yəni xeyr, onun olduğu yerdə razıdır, olduğu situasiyada razıdır. Ona başqa maraqlar lazım deyil. Aldım, qəbul edim, yaz ətrafı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.